Salam az dostlar, hər vaxtınız xeyir olsun. May ayının biri sizlər üçün, may ayının 5-i bir uduş hədiyyə olaraq 2011-ci il 5 motor Range Rover'imiz olacaqdır. İnşallah may ayının 5-indən başlayır. May ayının 5-indən bizdə salondan hər kim, hər hansı bir maşın alası olsa, ünvanımız təbii ki deməyə təhşi yoxdur, Yeni Gəncə yarmarkanın yanı. Hər hansı bir maşınımızın alası olsa, sizlərə 100 manatlıq kupon hədiyyə edəcək. Və çox xahiş edirəm, bu maşınlardan hər hansını alanda, yaxınlaşın şəxsən mənim yanıma, qeydiyyatdan keçin, kuponunuzu götürün. 3 ay ərzində bu oyunumuz davam edəcək. 3 ay ərzində yığılan kuponlar toplanır və axırda Range Rover'imiz 2011-ci il gözəlliyi göz qamaşdıran, zəhmət olmasa, maşınımızı yaxından götür. Gözəlliyi göz qamaşdıran bu maşınımız hər hansı dostumuza, qardaşımıza hədiyyə olacaqdır. Bu hədiyyə daxil deməli, hər maşın aldıqca kuponunuzu yığırsınız. Dostunuza, tanışınıza alın, siz bildirin, siz bildirməyin. Sadəcə olaraq mən deyirəm ki, hər kəs bilsin. Və bizdən hər maşın aldıqca qeydiyyatdan keçirsən, kuponu öz adına yazdırırsan. 3 ay davam edən bu oyunumuz inşallah sizlərdən birinə qismət olar. Bu da canlı yayımda Allahın köməkliyi ilə birinizə hədiyyə olaraq təqdim edərik. Öpürəm sizləri. Ünvanımız Gəncə şəhəri yarmarkanın yanı. May ayının 5-indən başlayır. Və 5-ə qədər çalışın, pulunuzu toparlayın, hazırlaşın, gəlin. Və qiymətlər fərqli olacaqdır. Ən ucuz qiymətə maşınlar bizdə dediyimiz kimi, təbii ki, bir dənə fırra gözəl qardaşım. Deməli, 2001-ci ilin 4 gözü qiymətləri deyin, baxın, görün, kupona aidiyyəti var, yoxsa yox. Sadəcə olaraq, endirimdə 4 göz 2001-ci il. Qiymət olaraq 10.000 manat, ver gəl apar, 10.000 manat. 2001-in 4 gözü 2 benzin, 10.000 manat. Və sizlərə Santa Fe'miz gördüyünüz kimi 2007-ci il benzin 2.7. Qiymət olaraq 16.000 manat. Və hər növ avtomobillərimiz var. 2011-ci il Polo Full Chevrolet Cruzumuz 11.800 manat. Qiymətlər də fərqlidir və hədiyyəniz də alın, maşınınız da alın. Allah xeyrinizi versin. Öpürəm sizləri və hər birinizi gözləyirəm. Ünvan Yeni Gəncə yarmarkanın yanı.